Luis Ocampo'nun başçılıq etdiyi Anti-Azərbaycan kampaniyasının yeni detalları məlum olub. Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokurorunun Rusiya erməni nümayəndələrindən ibarət qrup tərəfindən maliyyələşdirilməsi barədə faktlar ortaya çıxıb. Hətta bunun üçün xüsusi bir fond da yaradılıb. Məqsəd ölkəmizə və Cənubi Qafqaza uzun müddətli və davamlı informasiya təzyiqini təmin eləməkdir. Luis Ocampo bu vaxta qədər Azərbaycana qarşı ayrı-ayrı bəyanatlar və təzyiqə çağırış xarakterli çıxışlar edirdi. Lakin indi bunları geniş hibrid hücumların yer aldığı şəbəkə əvəz edib. Şəbəkənin maliyyə resurslarını isə Rusiyada yaşayan və fəaliyyət göstərən erməni oliqarxlar təmin edir. Ocampo açıq şəkildə bildirir ki, ilkin mərhələdə o maliyyəni erməni mənbələrindən alıb. Sonra isə daha strukturlaşdırılmış kanallar işə qoşulub. Bu sxemin iştirakçıları Rusiya ilə problem yaşamaq istəmədikləri üçün anonim fəaliyyət göstərməyə üstünlük verirlər. Luis Moreno Ocampo'nun videosunda yer alan məqamlar Azərbaycanın və Ermənistanın arasında sülh müqaviləsinin dinamikasına müdaxilə etməyə açıq cəhd göstərdiyini nümayiş etdirir. Və bu, Ermənistanda yaxınlaşan seçkilərdən bir neçə həftə əvvəl baş verib. Bu açıq-aşkar Cənubi Qafqazı və Ermənistandakı seçki prosesini destabilizə etməyə cəhddir. Maliyyə mənbələrindən biri erməni biznesmen Samvel Karapetyandır. O, bir vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərin dəstəklənməsi kontekstində gündəmə gəlmişdi. Ocampo'nun komandasının dəstəklənməsində Ruben Vardanyanın da iştirakı istisna deyil. Hazırda da Vardanyanın maliyyə resursları ailəsi tərəfindən idarə olunaraq Azərbaycana qarşı kampaniyaya yönəldilir. Qeyd olunan həmin faktlar burada Avropa siyasətinin mərkəzində daha aydın görünür. Brüsseldə apardığımız araşdırmalar zamanı bəzi faktlar məlum oldu. Ocampo'nun fəaliyyəti təkcə bugün deyil, uzun illərdir ki, ciddi şübhələr doğurur. Hələ Beynəlxalq Cinayət Məhkəməsinin də çalışdığı dövrdə onun adı ofşor qalmaqallarında hallanıb, maliyyə şəffaflığı ilə bağlı beynəlxalq araşdırmaların hədəfinə çevrilib. Avrupa şunu görmelidir. Böyle jeopolitik oyunlara ve lobi faaliyetlerine ayak uydurmamalı, kendi halkını düşünmeli. Kafkasya'da oluşabilecek huzurun aslında Avrupa'ya müthiş bir huzur sağlayacağı, aksi takdirde orada bir huzursuzluğun çıkacak büyük bir savaşın etkisini tekrar Avrupa hem finansal hem göç olarak yaşayacaktır. Ocampo açıq şəkildə etiraf edir ki, komandasının maliyyəsi ən az may ayına qədər, yəni Ermənistanda parlament seçkiləri keçirilənə kimi təmin olunub. Bu, fəaliyyətin tam planlı xarakter daşıdığını göstərir. Xatırladaq ki, şəbəkənin əsas məqsədlərindən biri də Nikol Paşinyanın devrilməsidir. Bu şəbəkənin üzvlərindən biri də Boreldir. Əslində, Borelin adının çəkilməsi bugün ondan xəbər verir ki, Avropa İttifaqının ayrı-ayrı ölkələrlə bağlı, Avropa İttifaqının ayrı-ayrı institutlarının bu yaxud digər dövlətlərlə bağlı verdiyi qərarların heç bir hüquqi əhəmiyyəti yoxdur. O siyasi qərarların hamısının arxasında məhz korrupsiya sxemi dayanır, məhz maliyyə qaynaqları dayanıbdır. Lakin Ocampo və onun ətrafı sadəcə erməni oliqarxların və revanşistlərin marionetinə çevrilib. Cənubi Qafqazda qarışıqlıq yaratmaq istəkləri ciddi fiasko ilə nəticələnəcək. Çünki indi bütün region ölkələri Azərbaycanın sülh modelini dəstəkləyir və bölgənin rifahının bundan asılı olduğunu yaxşı başa düşür. Sabir Bilalov, Günay Məmmədova, AzTV xəbər.